Qonşun pisdir, qaç qutar. Bu atalar sözü boşuna deyilməyib. Şirvan sakini olan Sarıyevlər ailəsi düz 5 ildən yuxarıdır ki, qonşunun və qonşu ilə əlbir olan bələdiyyə sədrinin özbaşlanlığından əziyyət çəkir. Belə ki, vətəndaşın yolu bələdiyyə sədri ilə qonşu tərəfindən kəsilib. Məhkəmələr və reestr xidməti isə qonşunun bu qanunsuzluğuna rəvac verir. Salam, hər vaxtınız xeyir. Mən Şirvan şəhər sakini Sarıyev Xəlil Bəşiroğlu. Mən burada müraciət edirəm Ali Məhkəmənin sədri cənab İnam Kərimova. Müəllim, sizdən bir xahişim olacaq mənim. Mən Sıravi müəllim ailəsi, özüm də həyat yoldaşımdan müəllimik. Deməli, bizim evimizin qabağı, siz özü də bildiyiniz kimi 2007-ci ildən bələdiyyənin hərrazdan kənar torpaq satmaq ixtiyarı yoxdur. İnan müəllim, torpağı satıblar hərracdan kənarsa, satıblar mənim qonşuma, düz mənim evimin qarşısındakı yola. Qonşumun da evi məndən xeyli aralıdır. Yəni, burada Şirvan şəhərində mənim hüquqlarım pozulur. Hal-hazırda bizim İnam Kərimov, bizim məsələmiz Ali Məhkəmədədir, Ali Məhkəməyə vermişik. Sadəcə burada bir gülməli cəhətdə var ki, 2024-cü ilin 16 iyununda biz o insanlara bələdiyyə müraciət eləmişik, ərizə yazmışıq, ərizə də bizim əlimizdədir. Ki biz pul ödəmişik, qanunla, qaydı ilə, asan xidmətinin ya əli ilə biz pul ödəmişik ki, evimizin qabağından qaz torbasını qaldırıb arka qoydurmuşuq ki, bizə yol verilsin, bu yol verilməsi vardı. Keçmiş bələdiyyə sədri Kürdoğlu Muradov da həmən günü ərizənin üstünü yazıb, yəni ki, vətəndaşa köməklik göstərilsin. Ən gülməlisi nədir, İnan müəllim? Ən gülməlisi odur ki, həmən tarixdə də saxta sənədlərlə torpağı, güya ki, bələdiyyə sədrinin bələdiyyədə keçirilən protokol iclasında həmən torpağı satıblar qonşuya. Yəni, bu düzgün alınmır, İnan müəllim. Sizə xahiş edirəm artıq dərəcə. Bu məsələni xahiş edirəm ki, ciddi şəkildə nəzərdə saxlayasınız. Çünki burada mənim hüquqlarım pozulur. Evimdən mən çölə çıxmağa yol tapmıram. Evdən çölə çıxmağa bizim yolumuz yoxdur, İnan müəllim. Xahiş edirəm İnam Kərimov, sizdən artıq dərəcə xahiş edirəm. Bizim bu məsələnin ciddi nəzərdə saxlayasınız.